Müəyyən insan kateqoriyası vardır ki, düzgün oruç tutmayanlardan başlayaq. Səhər orucluqda tətil götürürlər, hətta iş adamları da olur. Səhər-səhər imsaka durmurlar, imsak etmirlər. Bütün günü yatırlar. Axşam iftarı gözləyirlər, iftara yaxın dururlar və iftarda bolluca yeyirlər. Və bu da səhərə qədər davam edir. Yəni, səhər gün ərzində bütün günü orqanizm passiv olur və axşam saatlarında orqanizm mürəkkəbləşəndə, həzm sistemi ləngiyəndə, insanın, mən deyərdim də, həm bu ağırlaşma periodu başlayanda bir nəfəsə yeyirlər və masa zəngin yeməklərlə, müxtəlif çeşidli yeməklərlə dolur. Yağlı yeməklər, şirniyyat, dondurma, meyvələr, qazlı içkilər hamısı qarışır bir-birinə və hətta elə insan var ki, səhərə qədər yeyir. Təbii ki, bu insanlarda çəki artımı ilə problem ola bilər, çəki artacaq, hətta mədə-bağırsaq xəstəliyinə gətirib çıxara bilər. Əgər sizdə şəkər xəstəliyi varsa, şəkərli diabetiklər ümumiyyətlə ehtiyatlı olmalıdırlar. Eyni zamanda arterial təzyiqi olan insanlarda problem yarana bilər. Və bu da düzgün oruç tutmamağın fəsadlarıdır. Bu tibbi nöqteyi nəzərdən mən anlattım sizə, amma dini nöqteyi nəzərdən diqqət edin. Səhər, yəni sübh namazından öncə yemək yeyilir. Hormonların sürət mexanizmi aktivləşir və bizdə də siz özünüz də həkimsiniz bilirsiniz ki, elə bir hormonlar var ki, səhər saatlarında daha aktiv olur və gün ərzində insan oyaq olarsa, insanda gümrahlıq olur, energetik mübadiləmiz artır və gün ərzində aktiv oluruq. Səhər durmanın, yemək yeməyin çox özəllikləri var.